Bir qadın kişi yanlış elədiyi zaman nə istəyir? Xata eləyəndə yoldaşına deyir ki, olan oldu, keçən keçdi. Bu artıq keçmişdə qaldı, fikir vermə, gəl bu şeyləri unut. Bunu kimi ifadələrlə zövcəsini təskin etməyə çalışır. Amma qadın zəki məxluqdur. Psixoloji olaraq bu da sübut olunub ki, qadın adətən keçmişdə qalır, keçmişləri unutmur. Hər xırda bir ailə mənşəində olan problemlərdə keçmiş dəftərləri açıb tökür hamısını. Nöqtələrətən unutmur. Hələ cümlələri, hekayələri demirəm. Nöqtə vergülətən tarixə, sadə saniyə kimi hər şeyi xatırlayır. Adətən kişi xata elədiyi zaman qadının istədiyi tək şeydir. Kişi etdiyi xatanı görsün və söz versin və inandırsın ki, bir də bu xatanı eləməyəcək. Yəni öz xatanı kişinin görməsi lazımdır. İnkar edib özünü təmizə çıxartmaqla heç bir zaman həyat yoldaşını təskinləşdirə bilməz.